Şəhid İsmailov Aslan Əvəzoğlunun mövludu günü və şairə və yazıcı Sevda İbrahim qızının müəllifi olduğu Əbədiyyət Üfüqündə Parlayan Zərrə kitabının təqdimat mərasimində çox dəyərli Bakı şəhərindən gəlmiş tanınmış jurnalist, yazıcı, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Vətən Fatihləri layihəsinin rəhbəri, Kanal F5'in təsisçisi və direktoru Fərqanə Mahəddin qızı və Kanal F5'in xüsusi müxbiri Hicran Həsənova Məmməd qızı iştirak etmişdir. Mən sizi əvvəla bu gözəl münasibətlə təşəkkür edirəm. Çünki qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimiz silaha sarılıb, torpaqlarımız uğrunda döyüşlərə getdisə də, bizim yazar insanlarımız qələmlərinlə döyüşdü. Eləcə də jurnalistlərimiz bildiyiniz kimi siyasi arenalarda döyüşdü. Bugün mən ulu öndərimiz Heydər Əliyevin sözünlə burada sözümə başlamaq istəyərdim ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ona görə fəxr edirəm ki, mənim millətimin kökündən, kök soyundan gələn ən böyük əqidəsi onun milliliyində, qürurunda kişilik, qeyrət olan bir millətdir. Qeyrət olan, kişilik olan millət heç zaman əyilməz, heç zaman basılmaz. Və bugün bizim ali komandamız, ali prezidentimiz öz danışığıyla dünyalara fəth elədi ki, bugün biz millət olaraq varıq, olacağıq və olmalıyıq da bir yumruq olaraq bütün xalqı birləşdirdi. Mən bugün şərtlərlə onu demək istəyirəm, doğrudan ürəyim doludur. Çünki mən Vətən Fatihləri Respublikası və Vətən Fatihləri layihəsinə görə dövlət tərəfindən ilin birincisini almış, Hacı Zeynalabdin Tağıyev medalı almış və xüsusi Fahmi Naytıqan medalını almış bir şəxsən. Ona görə ki, mənim həmişə borcum şəhid ailələrinə hər zaman yanında olmaq olub. 5 il mən təmənnası şəhidləri üçün verilən şeiri burada biz qeyd eləmişik. Vətən torpağına can qurban deyib, düşmənlə döyüşə girdi şəhidlər. Ana torpağına göz dikənlərin nəşini torpağa sərdi şəhidlər. Vətən torpağını müqəddəs sandı, onun keşiyində möhkəm dayandı. Qısas arzusuyla alışdı.